gözəl, möhtəşəm, mənzərəli dağların əhatəsində yerləşən Yardımlı rayonunun Nisaqala kəndindəyik. Ənənəvi marşrutdan kənar bir istiqamətdə Qışlaq kəndinə doğru hərəkət eləyəcəm. Mənim macəram başladı. Nisaqala kanyonu həm yerdən, həm də göydən çox mənzərəlidir. Təbiətin ən ucqar və keçilməz guşələrinə ekstremal səyahət. Gəlin xəritə üzərindən Yardımlı rayonunun yerləşdiyi məkana baxaq. Yardımlı rayonu Bakıdan 300 km məsafədə yerləşir. Rayon mərkəzi ilə Nisaqala kəndi arasındakı məsafə isə 5 km-dir. Azərbaycanın cənub-şərq hissəsində gözəl, möhtəşəm, mənzərəli dağların əhatəsində yerləşən Yardımlı rayonunun Nisaqala kəndindəyik. Buraxılışımızın birinci hissəsində Nisaqala kəndində yerləşən Nisaqala kanyonunda hiking, yəni təbiət yürüyüşü eləyəcəm. Hardasa bu kanyonun uzunluğu 3 kilometrdir. Biz isə bu kanyonda təxminən 500 metrlik məsafədə, gediş-gəlişlə birlikdə isə 1 kilometrə yaxın məsafədə təbiət yürüyüşü eləyəcəyik. Suyun çoxluğunu nəzərə alaraq biz artıq 500 metrdən o tərəfə getmə imkanımız məhdudlaşır və geriyə qayıtmalı olacağıq. Və istəyirəm Yardımlı rayonunda yerləşən Nisaqala kəndini və əsasən də Nisaqala kanyonunu sizə tanıdım, bilək, öyrənək ki, burada belə gözəl, möhtəşəm mənzərəli bir yer var. Bəlkə də çoxlarınız bundan xəbərsizsiniz. İndi isə gəlin birlikdə Nisaqala kanyonunu kəşf edək. Kanyona getmək üçün Çayızı kəndindən keçmək uyğundur. Buradan piyada və ya yolsuzluq avtomobilləri ilə Nisaqala kanyonunun başlanğıc hissəsinə getmək olar. Rayonun ən böyük çayı Viləş çayıdır. Bu çayın qolları Allar, Peştəsər, Solqard və Viləşli çaylarıdır. Rayonun ən hündür zirvəsi Şahnişinidir. Onun hündürlüyü 2490 metrdir. Peştəsər Sıra dağlarının ən hündür hissəsi isə 2244 metrdir. Mənim macəram layihəsini yaratmaqda məqsədimiz ekologiyaya maraq artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Təbiətin Azərbaycana bəxş etdiyi bu gözəllikləri çəkib göstərmək və insanların təbiətə daha yaxın olmasını aşılamaqdır. Eyni zamanda bu layihədə dağçılıq, alpinizm, ekstremal idman növləri və təbiət yürüyüşləri kimi sağlam fəaliyyət növlərini təbliğ etməkdir. Azərbaycanın müxtəlif bölgələrinə səyahət eləyərək oradan sağ-salamat çıxmağın doğru, düzgün texnikalarını sizinlə bölüşürük.
Hal-hazırda Ayı mağarası adlanan yerdən keçirik. Deyilənə görə qədimdə o mağaralarda ayılar yaşayıb. Amma indi isə onlardan bir məlumat yoxdur. Yəqin ki, o ayılar meşələrə çəkilib. Amma biz dronumuzu qaldıracağıq. Düzdür, ora qalxmaq çətin olduğuna görə dronu ora göndərəcəyik və baxaq görək, orada ayı varmı, ya yox. Müşahidələrimizə görə burada ayılar yoxdur. Hiking nədir? Bu sözü Azərbaycan dilinə tərcümə eləsək, təbiət yürüyüşü anlamı verə bilərik. Bunu əsasən 10-15 nəfərlik qrup halında da eləmək olar. Burada təbiət yürüyüşü iştirakçıları hər hansısa bir ərazini görmək, şəlaləyə, gölə, meşəyə səyahət eləmək kimi yürüyüş növüdür. Və bu yürüyüşdə səhəri başlayıb axşama kimi davam eləyir. Yəni artıq burada gecəni qalmaq olmur. Və bunun adı hikingdir. İndi isə mən sizə bir nəfəri tanış eləyəcəm. Hikmət qardaş Yardımlı rayonunun tanıtımına məşğuldur. Eyni zamanda Nisəqala kəndinin sakinidir. Bu əraziləri daha yaxşı tanıyır və buralara tur gələrkən bələdçilik eləyir. Elə bu baxımdan mən istəyirəm Hikmət bəydən öyrənim, bəzi məlumatlar alım. Xoş gəlibsiniz Yardım rayonuna, gözəl bir rayon. Çox sağ olun. İlk öncə kəndimizin adından danışaq. Bizim kəndimiz tarixi bir kənddir. Milə kəndi olub əslində. İlk öncə Milə adlanırdı. Milə? Milə kəndi. Milə. Aha. Həmin kənddə Nisa adlı bir xanım yaşayırmış. Xanım özü köçüb gəlib həmin bu kəndin yerləşdiyi əraziyə. Gəlib buradan məskən salıbdı. Yəni bura əlverişli idi də. Həmin sahə meşədədir. Dağda olduğuna görə bu kənd əlverişli yer sayıldığına görə bura gəlirdi. Onun arxasından bütün kənd gəlib bura, sakinlər. Həm də qarşıdan bizim kəndi görəndə qalaya oxşarlığı var, qalaya bənzərliyi çoxdur. Ona görə Nisə Qala adlanıbdır. Yəni bu kənd Nisə xanımın adı ilə Nisə Qala. Nisə Qala. Maraqlıdır. Yəni hər tərəfində, iki tərəfində Viləş çayının sağın Milə çayı axır buradan, sağ tərəfinə. Sol hissəsində Viləş axır, Viləş çayı. Mən bu kanyonu gəzəndən sonra fərqli bir istiqamətdə hərəkət eləmək istəyirəm. Yəqin ki, bura qonşu kəndlər də var. Bəli. Və ekstrem Peştəsər kəndi. Bəli. Mən ekstrem axtarışındayam, macəra axtarışındayam. İstəyirəm ənənəvi marşrutdan bir kənara çıxım. Hansı kəndi məsləhət görərsiniz mənə? Gedək elə Peştəsər kəndi və Fındıqlı Qışlaq kəndinə gedə bilərik, Arvana kəndinə gedə bilərik. Aha. Yəni mən fərqli marşrutla Qışlaq kəndinə gedib çıxa bilərəm. Bəli. Mənə təxminən ipucu verə bilərsiniz, başlanğıc hissə hardadır, hardan başlaya bilərəm və harda yekunlaşdıra bilərəm? Başlanğıc elə bu bizim kənd Nisəqaladan başlayacağıq və Fındıqlı Qışlaq kəndində bitirəcəyik məsafə. O kəndin girəcəyində bitirəcəyik. Təşəkkür edirəm Hikmət bəy, ətraflı məlumatlara görə. Çox sağ olun.
Meşələrdə qiymətli ağaclar, fıstıq, vələs, palıd, nəhəng ağcaqayın, dəmirağac, kol cinslərindən qaragilə, itburnu, əzgil, quşarmudu və sairə ağac növləri vardı. Meşələrdə canavar, donuz, çaqqal, tülkü, dələ, porsuq kimi vəhşi heyvanlarla yanaşı, çölpişik və vaşağa da rast gəlinir. Təbiət gəzintisinin fiziki sağlamlığa təsirlərindən biri də ürək sağlamlığına olan əvəzsiz töhfəsidir. Xüsusilə təpələri əhatə edən göz oxşayan yollar ürəyi daha çox işlətməklə onu gücləndirir. Dağlıq yolda gövdə əzəlləri tarazlığı qorumaq üçün daim işləyir və müntəzəm olaraq yürüş edən insanların qan dövranı artır. Stresi azalır və bu ürək-damar xəstəlikləri riskini aradan qaldırmağa kömək edir. Eyni zamanda gəzinti zamanı işləyən əzələlərin inkişafı bədən duruşunun düzgün və dik olmasına kömək edir. Və beləliklə gəldik çatdıq piyada gələ biləcəyimiz yerin sonuna. Əslində buradan sonra da yola davam eləmək olar. Sadəcə sudur, yəni çay axır. Ayaqqabıları çıxartmaq lazımdır. İndiki yaz ayında nəzərə alsaq su çox soyuqdur. Yəni maksimum 1 dəqiqə, 2 dəqiqə çox getmək olar. Daha sonra artıq o soyuq suyun içində hərəkət eləmək özü belə sağlamlıq üçün təhlükəlidir. Amma yay aylarında, isti havalarda isə bu çayın içinə şəlaləyə qədər gedə bilərsiniz. Buraxışımızın birinci hissəsində Nisaqala kanyonuna həsr edirik və istədik ki, siz də tanımayanlar bu məkanı tanısınlar, bilsinlər. Təbiətdə yürüyüş eləmək sağlamlığa olduqca xeyirli və faydalıdır. Azərbaycanın gözəl mənzərəli bölgələrinə səyahətimiz davam eləyəcək. İndi isə mən bu kanyonla geri qayıdaraq fərqli bir istiqamətdə, yəni ənənəvi marşrutdan kənar bir istiqamətdə Qışlaq kəndinə doğru hərəkət eləyəcəm. Əraziyə girməmişdən əvvəl mən ilk növbədə kənd sakinləri və bu ərazilərin bələdçiləri ilə gedəcəyim ekstremal marşrutu müzakirə eləyəcəyik. Onlar mənə ən yaxşı yolun hardan girə bilərəm, hardan çıxa bilərəm, onu göstərəcəklər. İstəyirəm elə çıxaq bu ən yaxşı. Bura Daşqaya adlanır. Daşbaşı. Daşbaşı adlanan yerdəyik. Buyurun. Buradan həm Nisaqala kanyonu, həm də Fındıqlı Qışlaq kəndi görsənir. Ona görə də ilk növbədə mən bu ərazinin bələdçilərindən təlimatlar alacağam. Tam hazır olandan sonra macəraya başlaya bilərəm. İndi zəhmət olmasa mənə məlumat verin. Nisaqala kanyonundan Fındıqlı Qışlaq kəndinə ən yaxşı marşrut hansıdır? Və mən hansı istiqamətdən o Fındıqlı Qışlaq kəndinə gedə bilərəm? Deməli, bura elə bir yerdir ki, bu Daşbaşı. Buradan Nisaqala kanyonundan Fındıqlı Qışlaq kəndinə qədər olan məsafəni biz gözümüzlə müşahidə edə bilirik. Amma belə təxminən neçə kilometr olar? Təxminən 12 kilometr məsafə təşkil edir. Mənə burada hansı çətinliklər gözləyir? Burada yolsuzluq şəraiti ilə hərəkət eləsiniz, meşələri keçməlisiniz, dağlar var burada. Bu dağlardan keçməlisiniz. Sərt daşlıqlar var, qayalar, qalın meşələr və o şəlalələr var hətta.
Onları keçməklə 10 kilometr məsafəni yolsuzluq şəraitində gedib Fındıqlı qışlaq kəndinə çata biləcəksiniz. Tövsiyələriniz nə olar? Mən nələrə diqqət eləməliyəm? Diqqət əlbəttə birinci təhlükəsizlik, yəni o yollarda yəni gördüyün istiqamətdə də, yəni görmədiyin yerə müdaxilə eləmək lazım. Görünməyən orada yerlər, sıldırım qayalar var. Onlara yaxınlaşmaq olmaz. Ancaq o cığırlar var da, o cığırlarla getmək olar. Hansı ki orada belə təbiətin öz yolu, vəhşi heyvanların, ondan kənd cəmaatının məsələn təsərrüfatında olan iri buynuzlu mal-qara gedib orada yollar açıb da, o yollardan istifadə etməklə istiqaməti götürüb Fındıqlı qışlaq istiqamətinə o 10 kilometr məsafəni gedib o kəndə çatmaq olar. Bu ərazidə hansı vəhşi heyvanlarla üzləşə bilərəm? Özümü hansı heyvanlardan qorumalıyam? Bizim meşələrdə adətən canavar olur, canavar. Çaqqal, tülkü, dovşan belə onlarla rastlaşa bilərsiniz, amma canavarla rastlaşma şansınız da var. Çünki bu şəlalənin istiqamətində orada mağaralar var. Mağaranın yanında canavarın yuvası var. Yəni hətta mən özümdə görmüşəm. Yəni oradan keçəndə ehtiyatlı olmaq lazımdır ki, Rastlaşmısınız canavarla orada? Rastlaşmışam da mən özümdə görmüşəm, amma belə üzbəüz gəlməmişik də. Amma yuvası var. Yəni vətəndaşlar özləri də görüblər ki, həqiqətən bu heyvan bu ərazidə yaşayır. Amma o ərazidə heç bir təhlükə törətməyib. Yəni canavarın o xislətində var ki, yaşadığı ərazidə heyvanlara təcavüz eləmir də, yəni onları yemir. Lap yaxşı. Başqa tövsiyələriniz nə olar? Kim nəyi məsləhət görər? Ancaq təhlükəsizlik, yəni çətin relyef şəraitidir, dağ-daşlı uçurumlar var, sıldırım qayalar var, kol-kos var. Yəni tanınmayan adam üçün əlbəttə çətin. Nisəqala kanyonu həm yerdən, həm də göydən çox mənzərəlidir. Bu dağlara baxaraq onlardan çoxlu müsbət enerji aldım. İndi isə o enerjini xərcləmək zamanıdır. Mənim macəram başladı. Nədir elə? Boy? Dovşan quyruğu. Və burada nə gəzir? Yuvaya oxşuyur bu. Canavarla rastlaşa bilərsiniz, canavarla rastlaşa bilərsiniz. Dovşan quyruğunun burada olmağı heç yaxşı əlamət deyil. Yəqin ki, bunun arsa yırtıcı heyvan, çaqqal ya canavar ya tülkü parçalayıb yiyib quyruqda qalıb buralarda. Deyəsən, mən yavaş-yavaş canavarın yuvasına yaxınlaşıram. Bilmirəm, düz eləyirəm. Ya yox. Bunu yəqin ki, birazdan biləcəyik. Biz gəlib çatmışıq canavarın yuvasına. Canavarın yuvası buradadır. İndi baxacaq görüm oradadır yoxsa yox.